Gələn il Azərbaycanda minimum əmək haqqı və pensiyaların stabil qalacağı iddia edilir. Məlumata görə 2026-cı il dövlət büdcəsində bu istiqamətdə artım nəzərdə tutulmayıb. Ekspertlər hesab edirlər ki, dünyada yaxınlaşan iqtisadi böhran fonunda əhali belə vəziyyətlərə hazır olmalı, iqtisadi planlamasını ona uyğun qurmalıdır. Millətin Səsi Info bizim mediaya istinadən xəbər verir ki, Qlobal Info aza danışan iqtisadçı Elçin Rəşidov deyib ki, növbəti dövrdə sosial və iqtisadi sahədə çətinliklərin olacağı gözlənilir. Çünki fiziki şəxslərin gəlir vergisi artır və proses belə davam edəcək. Bu həm əhalinin sosial-iqtisadi vəziyyətinə, həm də sahibkarlara mənfi təsir göstərəcək. Xidmət və digər sahələrdə fəaliyyət göstərən sahibkarların dövriyyəsinin azalması da mümkündür. Pensiyalar və minimum əmək haqqının real dəyəri azalacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən hazırda inflyasiya səviyyəsi 6%-dir. Azərbaycan Mərkəzi Bankı da eyni göstəricini proqnozlaşdırır. Lakin müstəqil iqtisadçılar inflyasiyanın 2 rəqəmli olduğunu bildirirlər. Bu baxımdan əhalinin real gəlirlərinin azalacağı, iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qeyri-neft sektorunun İnkişafı hələ də qonşu ölkələrlə müqayisədə xeyli geridə qalır. Neft sektorunun da tədricən kiçilməsi fonunda bu vəziyyət daha da mürəkkəbləşir. İqtisadçı bildirib ki, yaranan vəziyyətdən çıxış yolu real iqtisadi islahatlardır. Hazırki fizikal və monetar siyasət iqtisadi inkişaf üçün səmərəli deyil. Büdcə, vergi və dövlət investisiya siyasətində ciddi itkilər mövcuddur. Bundan əlavə, səhiyyə, təhsil, kənd təsərrüfatı, ekologiya və enerji kimi sektorlarda da ciddi struktur problemləri qalır. Bu sahələrdəki itkilər inflyasiyanın artması, ümumi daxili məhsulun azalması, maaş, minimum əmək haqqı və pensiyaların real dəyərinin aşağı düşməsi ilə nəticələnir.